Bir şey indi ürəyimdən keçdi, dedim sizinlə paylaşım. Hər zaman insanlar arasında əzmə, quyusunu qazma, qısqanclıq hər zaman vardır və bu həmişə də olacaq böyük ehtimalle. İnşallah tez bir zamanda bitsin. Seanslarda da açıqlayıram, şagirdlərimə də dərsdə deyirəm. Siz birini qısqandıqca, onun quyusunu qazmağa çalışdıqca siz elə bilirsiniz ki, o əzilir. Əslində siz onun üçün pillə olursunuz. Bax belə cümləni qurum da. Siz əslində birini səbəbsizcə ya da paxıllıqdan onun quyusunu qazma, onun haqqında danışma, bütün enerjinizi ona əslində ötürürsünüz. Onun enerjisini yüksəldirsiniz, onu gücləndirirsiniz. Bu bir. İkincisi, birini qısqandığınızda əslində siz onun yüksəlməsi üçün pillə olursunuz. Hər qısqanc ona pillə olur və onun üstünə basır, yüksəlir. Basır, yüksəlir. Basır, yüksəlir. Qısqanclıq belə bir şeydir. Ay canım gözüm, ay gözəl gözlərim. Niyə heç kimi qısqanmıram? Göydən səbətlə inməmişəm. Amma mən də heç kimsədən aşağı deyiləm. Özümü heç bir zaman kimsədən aşağı görmədim. Bunun fərqindəyəm ki, mən əgər birini qısqansam, onun əslində yüksəlməsi üçün mən pillə olacağam. Yəni əyiləcəm, o mənim üstümə çıxacaq, yüksələcək. Mən kimsənin ayaq basdığı pilləsi deyiləm. Və məni də qısqananlar olduğunda bəzən olur, elə bir şey olur ki, baxırsan ki, ay Allah, niyə belə eləyir ki? İnsanlara fayda sağlamağa çalışıram. Əlimdən gəldiyi qədər zəriflik aşılamağa çalışıram. Heç bir səbəbsiz məni qısqanırlar. Sonra bu cümləm ağlıma gəlir. Yaxşı eləyirlər, qısqanırlar. Bəlkə də mənim bir neçə yüksələcəyim pillə əksikdir. Ayağımı basmağa yer yoxdur. Onlar qısqandıqca mən belə basıram onların üstünə. Səbəbsiz yerə biri məni qısqanırsa, canımı yanmaya çalışırsa, onu düşünməkdən heç bir zaman çəkinməyin. Haqqınızı istəməkdən, haqlıysanız dəyərinizi bilməkdən heç bir zaman çəkinməyin. Həqiqətən də bir şey olur, mən yüksəlirəm, onlar tık düşür aşağı. Özümə hər zaman nəyi arzulamışamsa, balama nəyi arzulamışamsa, sizlərə də onu arzulayıram. Bu dünyada hər kəsə yetəcək qədər pul, maşın, ev, tətil, xoşbəxtlik, əşya, qızıl, sağlıq, hər şey var. Bilirəm ki, çoğunuz əgər içinizdə nöqtə qədər belə kiminsə qısqanclığını, quyusunu qazmaq varsa, onu o andan buraxacaqsınız və huzuru, gözəlliyi özünüzdə tapacaqsınız. Ağlıma gəldi dedim, paylaşım sizinlə. Sevirəm sizi. Bay bay.